Bugün növbədəsiniz, sabah qəbr əhlindən olacaqsınız. Bugün növbədəsiniz, ey sağlamlığına aldanan, xəstəliyi olmadığı halda ölənləri görmədinmi? Ey uzun ömrə aldanan, bir səbəb yoxkən ölənləri görmədinmi? Vallahi qəbirdə tək başına gələcəksən. Torpaq yanağına toxunacaq, həşarətlər ətini və sümüklərini yeyəcək və sən əməllərinin əsri olaraq qalacaqsan. Səndən öncə ölənlərdən ibrət al. Rəbbimə and olsun ki, peşman olacaqsan. Rəbbimə and olsun ki, Allaha qulluq etmədiyinə görə peşman olacaqsan. Vaxtını boşa xərclədiyinə görə peşman olacaqsan. Peşmançılıq fayda verməyəcək. Allah Azza və Cəllə buyurur ki, sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər ömür vermədikmi? Üstəlik sizə xəbərdar edən Peyğəmbər də gəlmişdi. İndi dadın əzabı, zalimların heç bir yardımçıları da yoxdur. Sənə lazım olan azuqəni götür. Çünki ölüm geriyə dönüşü olmayan bir yolçuluqdur. Həyatda ikən nə qədər günah işləmisənsə tövbə et. Tövbə et. Həyatda ikən canlı meyit olmaqdan Allaha sığın. Peşman olacaqsan. Bir gün həqiqətən peşman olacaqsan. Azuqəsiz köçüb getsən peşman olacaqsan. Carçı səni səslədikdə halın pis olacaq. Azuqəsi olan bir topluma yoldaş olub, azuqəsiz qalmağa razı olarsanmı? Haris ibn İdris belə demişdir. Davud Ətta'iyə mənə nəsihət edərsənmi dedi. O da ölümün əskərləri səni gözləyir dedi. Zeydən Nümeyri belə deyir. Vaxtını bildiyim bir əcələ sahib olsaydım, üzüntüdən məhv olardım. Bir də nə zaman öləcəksən bunu bilmədiyini düşün. Axşam mı öləcəm, sabah mı? Abdurrahman bin Yezid bəzi qafil yoldaşlarına belə dedi. Ey filan kəsin atası, içərisində olduğum bu hal ölümü razı edirmi? Ölümü razı edəcək bir dəyişikliyə niyyət etdinmi? O isə xeyr, hələ ki nəfsim bunu istəmir dedi. Və ölümdən sonra əməl ediləcək bir yurd varmı deyə soruşdu. Yoldaşı isə xeyr, yoxdur. Yaxşı, sən bu halda ikən ölümün sənə gəlməyəcəyinə bir qarantin varmı? Yoldaşı xeyr deyə cavab verdi. O da, vallahi bu halından razı olan ağlı başında birini görmədim dedi. Bizim halımız və çoxumuzun halı belə deyilmi? Səndən soruşacağım tək soru. Halından məmnunsanmı? Bugün sənə ölüm gələsi olsa buna hazırsanmı? İbn Abbas radiyallahu anhudan belə rəvayət edilmişdir. Rasulullah sallallahu aleyhi ve sellem bir adama nəsihət edərək belə buyurdu. 5 şey gəlmədən 5 şeyin qiymətini bil. Qocalıq gəlmədən gəncliyin, xəstəlik gəlmədən sağlamlığın, yoxsulluq üz vermədən zənginliyin, məşğul olmadan öncə boş vaxtının, ölüm gəlmədən öncə həyatın qiymətini bil dedi. Bu an sənin bunlara imkanın var.